çıxış üçün söz verilir. Şükür müəllimi təbəllüddən bugünə qədər yaxından tanıyan, təqaüddə olan dövlət qulluqçusu Xəlfəli İsrafilova. Salam şükür müəllim, əvvəla sizə salamlayıram. Sağ olun. Sağ olun ki, belə bir tədbir keçirdik. Bizi vaxtına işlədiyiniz ziyalılarla, zahir işmələrin nümayəndələrlə, müəllimlərlə, belə görüşürsə, mən zahir işmələrin nümayəndələri buradan salamlayıram, bəlimizin asıqaları salamlayıram, gələn qoğalarını salamlayıram. Mən şükür müəllimə uzun müddət, belə deyirlər, 70-ci illərdə 50 ildən yuxarıda olan ki, müsəyyət olmuşam, çox naşıqsız görünəcək. Birinci, belə deyək, asıqları, xatirələr, 70-ci illərdə bizdən bir aşağı oluyoruz. Demək, 3-cü mərtəbə pedagogun geçdikdə, riyaziyyat fakültəsində kimi yerləşir, yaxın oturan yoldaşlardan müəllimlərdən xatirələr var. Hər dəfə o şərəf festivalı, orada bağıran sahə biləcək tələbələrin şəkilləri vardı. Bir də şükür müəllim, buradan şəkil vardı. Mən həmişə əsrə yoldaşlara, tələbə dostlara bilim ki, bu bizim kəsimizdə izləmək qərarındadır, əlamasıydı, pəhədir. Sonra bir neçə şükür müəllimə, qədəxanada mən buradan Allah verir müəllimi görürəm. Onu sağlayıram, rəhmət ediyorum, şahmat mükəlləmlidir. Bir yerdə yaxasında qalmışım. Yəni, şükür müəllimə xatirələrimiz çoxdur. Bu, belə deyirəm, 70-ci illərdə biz biliyoruz. Sonra əmək fəaliyyətinə başladıq və uzun müddət rayonunda biz müsəyyət olduq. İşimiz əlaqələr, əmək fəaliyyətimizə əlaqələr. Bütün işlərimizdə, rayonun bütün tələbələrimizdə, demək, mələlən tələbələrdə hər iş ağzına gedir ki, şükür müəllim varsa, təhsil şöbəsi varsa, yəni burada bir problem olmayacaq. Yəni müqəddəsə qeydinə qədər bu tələbələri, bu küçədə tələbələrə rəhbəri edirdi, hər şeyə 50 alama tartışıb verirdi, amma yenə də gəlirdi, yox edilirdi. Mən bir məsələlə baxmaqdır, bizim kəndimizin şəhəri oldu, demələr okulların arasında bütün şəhərlərimizin başa ilə kürəsi yanıldı. Demək ki, çox təşəbbüs göstərənlər oldu, ikimiz Qarabağ hadisəsində şəhid oldu. Birincisi orada emirlərlər vardı, Zəfər Bayram orada emirlərdə kürəsi yanıldı. Birincisi təşəbbüs göstərən oldu ki, orası xatirə var hekayəyə. Amma şükür müəllim təkidlə dedi ki, okulları mənə işaret edəcəm. Namussuz ki, mən də canımı istəyirəm, yəni rayonda dolaşmışam. Namussuz ki, hər gün insan ağlayan səhərdə və yanlarına var. Gəlirdi, daşlara qoyulur, bütün kaynamaklarına qədər, daxilət bu işin mimarı var idi, hər tərəfli. Bu bütün mənə də çağırırdı, hər şeydi, bunu elələ, bunu elələ, xoşuna gəldi, elələ, bunu elələ. Yəni, çox diqqətli Allah'ın canı sağlıq etsin, Allah'ın türlü eyhaq əməllərlə. Qardaş, Allah sənə canı sağlıq etsin, sənə sağlıq etsin. Sənə tut da həmşəksin, verəcəksin, qəlbimizə, sənə yalanışmasın. Amma bu kitab bir tarixdir. Elə deyirlər, bu kitab tarixdir, amma bu gələcək nəsillər bunu oxuyacaqlar. Belə şükür müəllim haqqında, onun işlədiyi insanlar haqqında, əsas onun fəaliyyəti var, onun həyat fəaliyyətlər. Bu olaraq da bir məlumat olsun, gələcək nəsilləri. Bizimlə ki, bizim də qalan, bizim də kəndimizin vəzirlər belə bir edilməsi olub, belə bir ziyası olub. Sənə çox danışmamaq olmasıdır, sənə haqqında burada xatirələr var. Sağ ol. Ne qədər danışmalar, ne qədər Azərbaycan ədəbiyyatına, Azərbaycan ne qədər yaxşı sözlər var, yenə də bizlər sınırlar. Bir daha sənə təşəkkür edirəm. Sağ ol. Gəlin, indi də şükür müəllimin yaxın dostudur və qardaşı. Hacıqabul rayon təhsil şöbəsinin formalaşmasında müstəsna rol olan pedagogika üzrə fəlsəfə doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının professoru Oktay Səmədovun videoçap vasitəsilə çıxışını dinləyək. Əziz tədbir iştirakçıları, hər birinizi salamlayıram, hər birinizə təşəkkür edirəm ki,
Şükür müəllim haqqında yazılan bu kitabın təqdimat mərasimində iştirak edirsiniz. Çox sağ olun. Və təəssüflə bildirirəm ki, mən bu günləri bu tədbirdə iştirak edə bilməyəcəm. Ona görə ki, universitetin həyatında bu günləri imtahanlar dövrüdür və bu gərgin dövrdə mən vaxt tapıb bu tədbirə qatıla bilmədim. Çox böyük təəssüf hissi keçirirəm bununla bağlı. Lakin məni sevindirən, məni rahatlandıran odur ki, rayonda Şükür müəllimə çox böyük diqqət və qayğı var, hamı tərəfindən var. Mən xüsusilə rayon icra hakimiyyətinin başçısı Sevindik müəllimə Hətəmova öz dərin təşəkkürümü bildirirəm Şükür müəllimə göstərdiyi diqqət və qayğıya görə. Kənardan da olsa bunu izləyirəm və qəlbimdə ona çox böyük minnətdarlıq bildirirəm ki, Sevindik müəllim Şükür müəllimə belə böyük diqqət və qayğı göstərir. Çox sağ olun Sevindik müəllim. Mən isə buna görə öz dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda rayon təhsil işçilərinin hər biri Şükür müəllimə diqqət və qayğı göstərirlər. Mən uzun müddət Şükür müəllimlə bir yerdə işləmişəm. Bir yerdə işlədiyimiz kollektivin üzvləri, o cümlədən Balaxanım müəllimə, Loğman müəllim, Bəxtiyar müəllim, Reyhan müəllimə, Kifayət müəllimə, hər biri Şükür müəllimə qayğını özlərinin gündəlik işinə çeviriblər. Buna görə mən onlara çox böyük dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun bu diqqət və qayğınıza görə. Şükür müəllim hər birimizə nümunədir. Hər birimizə nümunədir. Mən işlədiyimiz dövrdə Şükür müəllimdən çox şeylər öyrənmişəm. Onun məktəb direktoru kimi işlədiyi təcrübəni öyrənmişəm. Onun təhsil şöbə müdiri müavini vəzifəsində işləyərkən təcrübəsini öyrənmişəm. Təhsil şöbəsi müdiri işləyərkən onun təcrübəsini öyrənmişəm. Respublika təhsil işçilərinin, rayonlarda olan təhsil işlərini çox həmişə araşdırmışam. Bir təhsil tədqiqatçısı kimi, pedaqoq alim kimi çox araşdırmışam və bu qənaətə gəlmişəm ki, doğrudan da Şükür müəllimin təcrübəsi Respublikada yaylası bir təcrübədir. O həm gözəl təşkilatçı, həm gözəl təhsil işçisi, həm öz ixtisasını gözəl bilən müəllimdir və eyni zamanda gözəl insandır və öz işçilərinə, öz tabeçiliyində olan işçilərə çox diqqət və qayğı göstərən bir şəxsdir. Mən bütün rayonların təhsil şöbələri ilə daim Hacıqabul rayon təhsil şöbəsini müqayisə etmişəm və orada Şükür müəllimin fəaliyyətinin digər təhsil şöbələrindən nə qədər kəskin fərqləndiyini görmüşəm. Bu günləri artıq Şükür müəllim neçə illərdir ki, təhsil şöbəsindən uzaqlaşıb, ancaq yenə də rayonun gənc təhsil işçilərinə, rəhbər təhsil işçilərinə bütün tövsiyələrini verir, bütün biliklərini onlara öyrədir və rayonun təhsil uğurları üçün əlindən gələni edir. Şükür müəllim bəlkə Azərbaycan təhsili tarixində yeganə şəxsdir ki, 20 ildən artıq bir rayonun təhsil sisteminə rəhbərlik edib. Və bu yəqin ki, Azərbaycan təhsilinin tarixində bir ilk olaraq qalacaq. Hesab edirəm ki, digər rayonların təhsil şöbələri də Şükür müəllimin təcrübələrindən istifadə ediblər və bu günə qədər ediblər və bundan sonra da edəcəklər. Mən yenə də deyirəm, təəssüf eləyirəm ki, bugün o tədbirdə iştirak edə bilmirəm. Ancaq ruhən o tədbirdəyəm, sizinləyəm, sizin aranızdayam və sizin diqqət və qayğınızı hiss edirəm. Şükür müəllimə qarşı olan diqqət və qayğınızı hiss edirəm. Mən ürəyim doludur, çox şey demək istəyirəm. Və orada yəqin ki, uzun illər bir yerdə işlədiyimiz təhsil işçilərinin çoxları orada olacaqlar, o tədbirdə olacaqlar. Hamısını görmək istərdim, hamısını görmək istərdim, hamını bağrıma basmaq istərdim, hamını Şükür müəllimlə bir yerdə sağlam, gümrah görmək istərdim. Bu günləri mən Şükür müəllimə çox şeylər demək istəyirəm. Ancaq deyəcəyim bir sözdür. Şükür müəllim, özünüzü qoruyun. Yaxşı ki varsınız. Yaxşı ki varsınız və biz sizinlə fəxr edirik. Əllərinizdən öpürük. Qucaqlayırıq, bağrımıza basırıq Şükür müəllim sizi. Allah sizə can sağlığı versin və siz o sağlam canla Hacıqabul təhsilinə bundan sonra uzun illər xidmət eləyə biləsiniz. Çox sağ olun bütün təhsil işçiləri, çox sağ olun tədbir iştirakçıları. Hər birinizə təşəkkür edirəm, hər birinizə minnətdarlıq edirəm Şükür müəllimə göstərilən qayğıya görə. Şükür müəllim çox sağ ol, bir də çox sağ ol. Və qismət yerə gətir ki, Şükür müəllim Oktay müəllimlə hesabeti davam edədir. Və mənə dedi ki, Oktay müəllimin Allah şıqavandısı orada mən bırakıyam. Ona görə də onun müdür işlədiyi son dövrəkdə bizim yaxın ələbələrimiz oldu. Onun xeyirduası ilə
müəyyən işlərə imza atılır. Ali müəllim üzr istəyirəm, müəyyən işlər yox. 8 kitabın müəllifi də Hacı Qabul təhsilinin tarixinə aid yazılmış 8 kitabın müəllifi də Ali kəsin. Xahiş edirəm alın. Sonra mənim Hacı Qabul rayonunda kitablarının sahibi Şükür müəllim demədim. Ancaq məvələrinin sahibi olduqca çoxdur. Hacı Qabul rayonunda mənim sevdiyimiz uşaqlar Seyirlanlar sərvətimizlə kitabın təqdimatı keçirildi və ömrümün ötən illərinə həsr olmuş, ömrün 55 ili həyat və yaradıma gedə keçirildi. Şükür müəllimin rəhbərliyi. Hər bir tədbirdə bu lentlər mən saxlayıram, arada baxaraq kömürlənirəm. Şükür müəllimin mənim kiçik işimə çox böyük yüksək qiymət verməsi şahid oldu. Və Allah'tan arzum o idi ki, heç olmasa mənə də qismət verdi. Şükür müəllimin verdiyinin çox olmasa %1% qədər də mən ürək sözlərimi ona taşıya bilirdim. Görünür, bu da mənim qismətimdir, vardır. Və mən Şükür müəllim haqqında qısa olsa bu kitaba daxil eləmişəm və bugün iftihar seçilirəm ki, onun 70 illik həsr olan bu kitabda mənim kitablarım haqqında şəkilləri, şəkilləri, məlumatları var və mənim də yazım orada çap oldu. Hər bir sonunda çıxış edilməyi çox sevdim. Ona görə də mən sizi yormaq istəyirəm. Allah'tan Şükür müəllimə uzun ömür, sağlam ömür arzu verirəm. 70 yaş, az yaş ömür. Ömrün Allah'ın qisməti nədir? Kimə nə ömür təşkil edib onu yaşayacaq. Ancaq bu Allah'ın verdiği ömrü elə yaşayasan ki, sən belə bir misal var, ölələrindən sonra, belə yaşayasan, ölələrindən sonra ölməyəsən. Yəni ki, sənin həyatda gücün olsun, həyatda olmayanda sən hazırlanasan. Şükür müəllim, Hacı Qabul təhsilinin inkişafında müstəsna müddəti olan diyarlarımızdan biridir. Onun yaratdığı təhsil sistemində çox sağlam bir xaliklik var idi. Bu qədər sağlam, bəlkə də zahirən çox zəhmi görülsə də, ona söz deyəndə, bəzilərdə şəkildə ancaq daha belə hissiyatı olan bunu necə böyük, necə gözəl bərabər malik olmasının şahidi olursa. Şükür müəllim, çox sağ olun, Allah'ın müəllim, mənim tədbirə dəvət edənlər, yəni hər bir işlə yaradanlar, mən də sizi olmaq istəmirəm, hamımızın qatlarını edirəm, Şükür müəllimə olsa ol deyirəm, gün olsun, Şükür müəllimin 80 illik buraya keçirilməsin, şahid olan Allah tələbisi vəzifəsini bu tələblərə üstələk. Sağ olun. Allah sevdim desin. Bilirəm, iyi bak. İyi. Allah şəhət versin. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Çok sağ ol. Sözünün söz verilir. Hacı Qabul rayon təhsil şöbəsinin keçmiş müdür müavini Balaxanı Ələsgər müəllim. Hörmətli tədbir iştirakçıları, əziz qonaqlar, hər birinizi salamlayıram və xoş gəldiniz deyirəm. Mən Şükür müəllimi 1985-86-cı illərdən tanıyıram. Həmən dövrdə mən indiki Şirvan şəhər, keçmiş Ərbayramlı şəhərin təhsil şöbəsində inspektor işləyirdim. Həmən dövrdə Hacı Qabul Qazıməmməd şəhəri adı ilə Ərbayramlının tərkibində yerləşirdi. Və Qazıməmməd şəhərində olan bütün məktəblər Ərbayramlı təhsil şöbəsinin tabirində fəaliyyət göstərirdi. Həmən dövrlərdə Şükür müəllimə indiki 5 nömrəlinin direktor idi və hesabatlar təqdim etmək üçün təhsil şöbəsinə gəlirdi. Bir gün həmən vaxtda təhsil şöbəsinin müdürü olan Gülarə müəllimə, Allah ona rəhmət eləsin, gözəl insan idi, gözəl maarif işçisi idi. Mən dedi ki, Balaxa müəllimə, gedək Qazıməmməddə 5 nömrəli məktəb var, bu dövrdə 8 nömrəli idi. Gedək bir o məktəbə deyək. Gəldik. Mən Hacı Qabulu olsanda, yəni
o dövrdə Qazi Məmməd tərkibində yerləşdiyinə görə o qədər də ona səliqə sahmanına diqqət ayrılmır. Belə bir vaxtda biz həmən o 800 nömrəni indiki 5 nömrəliyə gəldik. Qənimə və məni hədsiz dərəcədə təəccübləndirən bir mənzərə ilə qarşılar. Məktəbin yeni itilmiş məktəb gözəlliyi ilə fərqlənir. Həyətində elə bir ki, boylarsanı gül ağlardır. O qədər gözəl güllər, səliqə ilə əkilmiş, biçilmiş, özünə məxsus tərabətli güllər, dekor ağaclar, elə məni tərcübə gətirdi ki, mənzərə tamaşa eləməkdən yorulmadı. Gülələrə mərmədə dedir ki, yəni Qazi Məmməddə belə bir məktəb həyəti və bu Şümərli həyətə daxil oldu, biz ona sağlaşdıq. Yəni, məndə ilk təəssürat Şümərli haqqında onda yanıldı. Hiss elədik ki, bu məktəbin rəhbəri həm səliqəyə sahmanlı, öz işinə can yandıran, bir sözlə, ürəyinə gələn bir söz, vətənpərvər bir insandır. Sonra zaman elə gətirdi ki, yəni o dövrlər bir qədər çalxanan dövrlər oldu. 1990-cı ilin aprel ayında Qazi Məmməd şəhər Hacıqabul rayon statusu alaraq rayon adını aldı və təhsil şöbəsi yarandı. Həmən dövrdə təhsil şöbəsinin müdür müavini təyin edilmiş Oqtay Səmədov biz qrup Hacıqabulları təhsil şöbəsindən, yəni Bayramlı təhsil şöbəsindən dəvət edərək Hacıqabul təhsil şöbəsində işləmək üçün bizə öz təklifini etdi. Biz gəldik. Çox gözəl bir kollektiv yarattı Oqtay müəllim. Mükəmməl, bir-birini eşidən, səmimi, işdən doymayan, bu mənim işim deyil, bu sənin işindir deməyən, yəni bir-birini tamamlayan mükəmməl bir kollektiv yarattı. Və çox çətin bir proseslə biz üzləşdik. Mən bu fikirlərini deməkdən çəkinmirəm. Hacıqabul rayonuna verilən məktəblər, yəni Salyan, Sabirabad, Şamaxı və Şirvanın özündən ayrılan məktəblər, əksərəndə Şamaxı və Sabirabaddan ayrılan məktəblər o qədər səvadsız, o qədər acınacaqlı, vəziyyəti gözlə təsəvvür olunmayacaq dərəcədə bir məktəb binaları idi. Təkcə o mu? Yox. Bəs müəllimlər, bəs şagirdi davamiyyəti çox çətin bir vəziyyətlə üzləşir. Müəllimlərin əksəriyyəti qazanc alacaq, çıxıb bu səmtdə şəhərlərlə gedir. Davamiyyət çox pis vəziyyətlərdir. Biz əldə verdik. Oqtay müəllim başı olmalı, mən bunu deyə bilmərəm. Oqtay müəllim çox bir vəziyyət çəkdi. Və bizə necə verir, hərəkət eləmək üçün, inkişaf eləmək üçün gözəl bir yol açdı. Birinci işini başladım adamlıqdan. Bizə Besant dəstəsi verildi Oqtay müəllim. Besant dəstəsi hazırlaşdı, burada oturan təqaüddə olan yoldaşlar əldə edib təsbih edərlər. Besant dəstəsi məktəb binaları, səliqə sahmanına salınmasında böyük yol oynadı. Məktəb direktorları və vəlilə kollektivlər işinə. Onda 29 məktəbimiz vardı. 29 məktəbin 29'u da səliqəyə salındı. Bütün sinif otaqları, bütün bazı otaqları, hər şeyi. Hətta mən Akıllar məktəbinə girəndə orada bir bəli vardı, Allah bilir, yox. Mənim adı neydi? Tikinti düşən müəllim. Nurməmməd müəllim. Dedim Nurməmməd müəllim, bunu bu gün hörüm tutarırsa. Deyir ki, aynı əyliyim, bu gün hörsə bu tutacaqlar. Dedim tutmayacaq. Məsələn, neyini? Dedim ki, bir varım o tərəfdə bir dis var bu tərəfdə də bir dis var. Tel bağla, arasına döv. Ömerler bende demişti ki, bazen elime benim aldı. Yani benim bir meydan açıldı, bir faaliyet meydan açıldı. İsteyen tersinin inkişafında, isteyen havallılıkta, isteyen şahit davamiyetinde. Hatta müəllimlər səliqə sahmanına verirlər.
Şükür müəllimə tapşırıldı. Mən də mavi olaraq ona kabinində oldum və hər bir Şükür müəllimin sadəliyi, mehribançılığı, dostlar qayğısının, necə deyərlər, hörmət sahibi olmasını, hörmət etməyə bacaran bir insan olmasını xüsusilə qeyrətçiliyi deyil. Amma heç kim Şükür müəllimi çox kəskin bir rəhbər olduğunu deyil, çox çətin bir rəhbər olduğunu deyil. Şükür müəllim elə bir rəhbər idi ki, biz o çağırlarda üzr istəyir, ayaqlarımız əsə-əsə girirdik. Birinci sərvərlə yiyirdik. Çöldə, foyədə yoldaşlarımız gözləyirdi. Baxın, mənim oradan sağ çıxsa, biz yaşayacaq. Çöl çıxanda mən çox təmkin və sakit çıxırdım. Kifayət müəllim burada oturur, Oğlan müəllim, Rəhbər müəllim buradadır. Deyir də, bəs bu ayaqdan bu nə müsüyyədir? Deyir, o bizim rəhbərimizdir. Bunu o bize deməlidir və bizə etməlidir. Burada zaten müzakirə yeri yoxdur. Şükür müəllim, alternatifsiz rəhbər olub. O bir tapşırığı verəndə onu mükəmməl verir o tapşırığı. Biz onu analiz eləmişik, bu çətindir, amma yerinə yetirmişik. Bilir ki, yerinə yetirəcək. Bir epizodu deyim sizə. Yanlış yağı, hansı bizə gəldi? Bir Hacı məktəbimizdə Bilal müəllim burada oturub. O məktəbə yanlış yağına ancaq praktikana gəlib gedəsən. Deyim ki, gedim fən yoxlamasına. 3 nəfərin, 70'ün, demədən 2 yol var. Bir tərəfə, oraya deyilmə mümkündür. Bir tərəfə uçurumdan bəndə üstünlərdir. Fətəli müəllimizə apardı, yandı orada. Fətəli dedi ki, öldürsün, mən bu daha mı gedirəm? Sürüşləri üçün qayda edirəm. Araya gedirik. Dedim ki, Fətəli biz söylə gedəcək. Öyle söylə. Bir şirkəti orada BTV var, BTV. Getmiş şirkət rəhbərli yapışdı ki, biz məktəbə yoxlamasa gedirik. Geri yolumuz yoxdur, getmədik. BTV bizi apardı məktəbə, bizi göstərdik, yoxlaması gəldik, qayıdıb gəldik. Düzdür, təşəkkür almadı. Təşəkkür yoxdur. Təşəkkür yoxdur. Təşəkkür keçirdirik. İnanın ki, burada oturan yoldaşlarına 75% bilir ki, bu eğlendir. Tədbir keçirilir. Tədbirin bütün qlobal işləri soruşur. Ən incə məsələlər var. Çəngəl neçə nədir? Qaşın neçə nədir? Boşqan neçə nədir? Filan kəsə deyir, demədir. Deyir ki, yabancı səbəb deyir ki, onlara da. Təzədən soruşur. Hər şey qaydasında o qədər incəliklə yanaşırdı ki, ona görə də bizim tədbirlərimiz ideal keçirilirdi. Yüksək səviyyədə keçirilirdi. Bütün bu şeylərin hamısına şirməli rəhbərlik etməsine baxmayaraq, biz o havaya gəlib otururduk ki, tədbir keçirmişik. Amma bütün bu şeylərin hamısını səbəbkarı şirməlidir. Yəni, şirməli tərəfkarlığı bizim həyatımızda, iş həyatımızda müstəsar oluyor. Yaşların hamısına böyük, amma nə qədər şirməli öyrəndi rəhbərliyi. O qədər hər şey incəliylə yanaşırdı ki, bütün bu müddət ərzində, bütün məsələn, o idarənin kişiləri, Şükür müəllimin rəhbərliyi altında hörmət qazandı. Təhsil şübhəsi deyəndə hamı hörmət adımızı çəkirdi. Bütün bu şeylərin hamısı səbəbkar Şükür müəllimidir. Çünki o bizi o cür incəliyə qədər, o cür yüksək səviyyəyə hazırlamasaydı, biz bu cür Balxan müəllimi olmazdı, bu cür kifayətlə, bu cür Rəxtiyar müəllimi, bu cür Oğlan müəllimi olmazdı. Bizi o yetirdi. İllərlə o qədər gərgin və zəhmət çəkdi.
tedbirleri bir elamet bir şeydi ki, inanın ki, sevince yere geçsin orada. Bu şümerinin aletleriydi. Bu şümerinin gergin emeğinin aletleriydi. Neticesi düzdür. Xəstəlik, xəstələmələr ona imkan verilirdi. Ama yine de biz onsuz özümüzü çəkilməyəcək. Çünki onun xətliyle getmək özü çəkilirdi. Getmək özü çəkilirdi. Mən düşünürəm, tələb yoldaşlarının bu kitabın əlsə gəlməsində düşünürəm, üzr istəyirəm. Burada bu özümü də xidmətdə çıxamışsın. Yəni bu kitabın bütün başdan ayağa yoxlanılıb çapa verilməsi birinci mən yoxlayırdım. Adəti üzrə bizim işimizin bir şey yoxlayanda yoxlayırdım, sonra şunlarda gətiriniz yoxlayacaq. Yəni adəti üzrə gətir, sələbə özü yoxlayacaq. Yəni burada məlumatlıydı, ən tələbə yoldaşlarını demək istəyirəm. Elə düşünürəm, gələcək illərdə təşkilatçılıq bacağının yüksək səviyyədə olur. O tələbə üzrə qrupum olur, təlaşı olur, tələbə yoldaşları köməyə aparır, gəzirliyə aparır, kömək eləyib, kəsin oğlana kömək eləyib, imkanı olmayana kömək eləyib, çəkli vəziyyətdə yaşayana kömək eləyib. Mən tələbə yoldaşlarında onların hamısını görürəm. Uzun-uzadı danışmaq istəyirəm, şimdi müəllim keçdiyi iş həyat olunsa, ondan mən saatlarla danışsam, yorumlarım. Çünki bir ağabası o çəkilliklə, o mübarizə ilə, o xeyirxahlıqla, o xeyriyyətçiliklə, o ehtiramçılıqla mən üzrə olacaq. Bir doğma kimi həmişə qayğımızı çəkib. Bir yerə adam göndərir. Mən gün qarıldım, adam qayıb gələcək. Kurumda basılır. Gecələ pul verirsən, verirsən. Gecələ xəbər olur, qayıb gəlir, salamat gəlir. Salamat gəlir sözlərini nəfəs aldım. Çox şükür, salamat gəldim, qırıqdan anlatlardım. Bütün şeylər hamısını bizim üçün xoş xatirədir. Hərdən zarafat hərdən bir işimlər. Xahiş ediyorum, öz hisslərini verir. Pekarsuz, mükemmeldir. Ömrümüzde ben mavi çıkıp krizine sökeni o halde pekârdendir. Bizim için pekâr söküntü yoktur. Diğer için sökemeyi yaratmasın ya. Diğer peşimler. Bir de o sözü işlerini, biz o sözlerini resmen bir o sözlerimize. Bir yok, o sözü hatırlarında kaldı. Ben bir şey var, burada ben öz hatırlarımda onu çabayamışım. Şu mənim tanıdığım, mənim tanıdığım, şu mənim şəxsiyyətinə bələd olan bir şairimiz ona şiir əsiri. Mən bu sizə oxumağı özümə bir qürur duyuram. Dünyanı ürəksiz yaşamaq olmur. Böyünən ürəkdir yaxşı adamlar. Yaxşılar olmasa yaxşılıq olmaz. En şirin dilektir yaxşı adamlar. Seçilen herkesten olduğu yerde, saklayan her zaman arada perde, perde yok, her zaman, xeyirdə, şərdə, artadır, köməkdir, yaxşı adamlar. Paxıllıq və tablıq işe yaramaz. Yaxşı əməlinlə tarifini yaz. Quş, boşa qanadla eyləyir pərvaz. Huridir, mələkdir, yaxşı adamlar. Bizim olmayacaq ötüb keçən il, hər yoldan ötənə salmayan meyil, yaşlıq heç zaman tükənən deyil, arzudur, istəkdir, yaxşı adamlar. Dediyim hər kəlmə etibarımdır, olur ki, hər zaman yaxşı varımdır. Bu dünya hər zaman yaxşılardır, yalana ölməkdir, yaxşı adamlar. Özündə uzaq etməkdir kimi, bir ki dost seçəndə seçirsən kimi, qol mənliyi mənliyi kimi, halal, bu sürəkdir, yaxşı adamlar. Şu mənimlə can sağlığı arzulayıram. Çünki həyatı boyu gerçek əmək, gerçek fəaliyyət, ürəkdən sərf edildiyi gücü, o və bir qədər zəngli xəstələnir. Ona can sağlığı arzulayıram. Dünyanın ən gözəl nemətidir can sağlığı. Və uzun ömür arzulayıram. Şürmət, siz bir ünvansınız. Siz
günləri mən sizə deyirəm, sizin alternativiniz yoxdur. İşlərim uzun 30 ilə yaxın işləmişəm mən Şükür müəllimlə. Bizim yoldaşlarımız 30 ilə yaxın hamımız içində işləmişik Şükür müəllimlə. Bir fikirdə də qeyd Oktay müəllim yaratdığı kollektivdə Şükür müəllim bir nəfər də işlər çıxartmadı. Hamımızı alıb qanadına işlətdi, özü bizdən çox işlədi. Mən hüccə deyirdim, Şükür müəllim o cimrəli fəhlədir. O özü işləyib, sonra da bizi işlədi. Şükür müəllim, mən sizə can sağlar, Allah sizi var eləsin, Allah sizi doğmalıqdan, qardaşlıqdan, dostluqdan, yoldaşlıqdan eksik eləməsin. Var olasın. Sağ olun. Sağ olun. Çox sağ olun. İndi isə üçün söz Mərkəzi rayon xəstəxanasının terapiya şöbəsinin müdürü, Şükür müəllimin bacısı Firuzə Bəşirova müəllim. Bugün məni dəvət edildiyinizə görə məni təhsil şöbəsinə Şükür müəllim çox minnətdaram. Şükür müəllimlə bizim dostluğumuz mənə də doğru mənə bacı verməyən və qardaşım gibi götürmüşəm. Çox uzun illərə vardı. Şükür müəllim fenomenal bir adamdır. Bunu biləcək üçün bütün təhsil şöbəsinin bildiyi kimi mən öz üzərimdə başa düşürəm. Mən bütün bu təhsildən burada iştirak edən adamların da gələndə Şükür müəllimin mənəvi bir haqqı var. Bizim hamımızın ona bir mənəvi borcu yox. Şükür müəllim dərindən tanıyanlar bilir, onun bir həyata tutduğu bir bölgəyə var. Təkəbbürlükdən uzaqlığı olan bilmezləri. Bütün insanlara rahatlıqdan asılı olmayarak, uşaqdır, böyükdür, vəzifəlidir, adi bir kənd adamıdır. Onlar hamısını hörmətini, məhəbbətini elə saxlayır ki, o adam özünü eynən, o səviyyədə dizlənir. Üçün axırıncı dediyi belə bir şey olur ki, Şükür müəllim hansı vəzifədə işləyib, idarəki halına çox ləyaqətli çalışıb və ləyaqətli bir ömür yaşayıb. Təhsildə qoyduğu zəhmətə o tək nəzərdir, elmini, savadını, bacarığını qoyub, sağlamlığını da qoyub və bizim indi hər birimizin ailəsində olan, belə necə deyək, bir yaxşı, qabağa gedən bir övladlarımız Şükür müəllim bu illərdə zəhmət çəkib, bizim üçün yaratdığı bu təhsil modeli indi də çox gözəl işləyir, Bəxtiyar müəllim rəhbərliyindən davam edir. Balaxan müəllimin sözünə görə təhsil şöbəsinin qızları, ümumiyyətlə oradakı işçilər hamısı Şükür müəllimin çalışdığı dövrlərdə demək olar ki, həstə düşürlər. Axşam saat 8-7 oldu, hamısı müdərlik şəhərlə yaxınlaşırdı. Deyirdim ki, gəlin də bu dəqiqə verir, Şükür müəllim hələ getməyib, saat 10-da gedir, gedir, ondan sonra gələdər. Yəni biz hamımız çiğ-çiğinə çalışmışıq, bunların hamısı müəyyən xəstəliklər qalmadı orada. Ancaq bunu xoş bizim o günlərə yanımızda salırıq, Balaxan dəvlənirdik, hər şeyi həmin günlər olurdu, həmin günlərə qayıdırıq. Yine həmin komandayla bir yerdə çalışırıq. Şükür müəllim, nə deyirsə, yaxşı ki varsınız, yaxşı ki ancaqabulsuz, belə deyək, varsınız və siz ancaqabulsuz imansızsınız. Necə varsınız elə qalın? Biz sizi belə görmüşük və sizi bundan sonraki həyatınızda da heç vaxtını bilinizdir, başqa bir şəkildə düşünməyinizi istəmirik. Ancaq onu bilir ki, böyük bir şükür seyrənlər dəstəsi var ətrafımızda, maarifdən də, biz həkimlərdən də, mən deyirəm, siz nə vaxtınız, mən də bir qardaşım, hər şey deyirəm sizə, siz ən varlı adamsınız, mənlə varlısınız, nə qədər siz seyrənlər var, bu günlər bu məclisə, bəlkə də bundan da bir arada iştirak etmək istəyir və indi də sözünüz keçir, indi ən güclü adamsınız, sağlığınıza baxın, özünü bizi için qoruyun, saxlayın, yaxşı ki varsınız, çox sağ olun. Gəlin, indi də Şükür müəllimin yetirməsi, ali təhsil bədən tərbiyələrini, vətən müharibəsi iştirakçısı, hal-hazırda Amerikada yaşayan Emin Məmmədovun videoçap vasitəsilə çıxışını dinləyək.
xoş günün mübarək. Ata dostu, oğla mirasdır deyiblər. Sən bizim ailəmizin ən əziz və sevilən bir üzvüsən. Aramızda məsafələr olsa da, sən hər zaman mənim ağlımda və ürəyimdəsən. Mənə verdiyin xoş məsləhətlərə və gözəl dərslərə görə təşəkkür edirəm əmin. Həyatın çətinliklərindən əl çəkmək istəyəndə yanımda olan yeganə əminsən. Əziz əmin, birlikdə paylaşdığımız bütün gözəl xatirələrə görə minnətdaram. Mən səndən cəsarət, məsuliyyət, bağlılıq kimi çox şey öyrəndim. Sən bizə, biz gənclərə bir öyrənəksə və hər zaman sənin məsləhətlərinə möhtacıq. Uğurların həmişə bizi sevindirir. Sağlıqlı ömür arzulayıram sənə. Həmişə gözəl günlərdə görüşək. Öpürəm, bağrıma basıram. Biraz evvel çıxışını dinlədiyimiz Hacıqabul təhsilinə aid 8 kitabın müəllifi olan, rayon təhsili barədə məlumatları tarifə edən, Hacıqabul yaxından bəled olan Ali Rızayevin müəllifi olduğu Hacıqabul müəllimləri kitabında yazılır. Şükür müəllim olduqca sadə, mehriban, qarikeş bir insandır. O, təvəkkül olmaqla yanaşı, eyni zamanda güzəştə getmək də bacarır. Bir şərtlə ki, qarşı tərəf bu güzəşdən bir nəticə çıxarsın. O yüksək idarəetmə bazarına malik bir ziyalıdır. Əməyi, zəhməti qiymətləndirmək, rəhbər işləyə məxsus olan xüsusiyyətlərdən biridir. Təhsilin inkişafına xidmət göstərən hər bir şəxsə o, hörmətlə yanaşır, ona dəstəyini əsirgəmir. Şükür Məmmədov, Hacıqabul təhsilinin hər bir uğruna sevinir. O uğurda əməyi, zəhməti olan hər bir təhsil işçisinə minnətdarlığını bildirir. Çıxış üçün söz verir Qarasu kənd Orta Məktəbinin direktoru Zərəngiz Abbasova. Mikrofonu baxdı. Çox hörmətli Şükür müəllim və bu təqdimata girişən bütün yoldaşlarına hamınızı salamlayır. Mənə söz verdiyinizə görə hamınıza təşəkkür edirəm. Şükür müəllim, hamısını bilirəm. Bütün sözlər sizin haqqınızda bilirəm. Bir dənə söz qalmalı, kimə də olmayım. Mən bir dənə onu deyə bilərəm ki, nə şanslı insanam ki, yolum Hacıqabuldan keçir, Hacıqabul təhsilindən keçir. Sizə xahiş edirəm, sizdən götürdüklərimi mənə halal edəsiniz. Hamımızın halal. Sizlər iddialısınız, həmçə deyirəm ki, mən sözlə iddial götürmüşəm. Nafikli uzunlar, şahalarma qabiliyyətimlə və çalışırdım ki, mən bu qavradıqlarımın içində də göstərməyə qədər çalışdım. Sizin ciddiliyoruz, məsuliyyətli sizi bu səviyyəyə gətirmişəm və sizə çoxlu sevgili insanlar qismət edərəm. Sizi sevənlər çox azdır orada. Minlərlə qəşədə kənardadır. Sizi yediriliyoruz, gənclər, hamısı sizi çox sevir. Bəlkə də bu kitabdan bir neçələr kitab çap eləmək olasın haqqında. Ən gözəl ad da burada verir, təhsil fədaisi. Əlavə bir sözə ehtiyac yoxdur. Bütün xüsusiyyətlər bu ad altında cəmləlir. Nə yaxşı ki varsınız, nə yaxşı ki mən sizi tanıdım və o Hacıqabuldan keçdi. Tarihi burada möhürlərdə qaldı. Allah sizə bu can sağlığı versin. Hər şey bizim məsələ veririz olasınız. Allah sizi var. Şükür müəllim işlədiyi müddətdə yetişdirib formalaşdırdığı insanların çoxu hal-hazırda həm təhsil sahəsində, həm rayon idarə olunmasında, həm də digər sahələrdə fəaliyyət göstərir. Onun rayon təhsilinə rəhbərlik etdiyi illərdə rayonun müxtəlif təhsil müəssisələrində çalışan, Şükür müəllimdən motivasiya alan gənclərin bir çoxu hal-hazırda məktəb rəhbərliyi çalışır. Gəlin onların bir neçəsinin ürək sözlərini dinləyək. İsmailova Nisən. Bir sağlamlar bir dövdə gələcək. Sağlama dövdündə. Ələkbər və Samirə, İbrahimova Şöylə, İsmailov Bahadır.
Yaxın. Hacıqabul təhsilində öz sözü. Yaxındır, sağ yaxındır. Biz bu günləri bura Hacıqabul təhsilində öz sözü deyilmiş Şükür müəllimi kitabına, təqdimatına yetişmişik. Bu günləri burada söz demək mənim üçün çox çətindir və məsuliyyətlidir, eyni zamanda qürur vericidir. Ona görə ki, mən həm şagird kimi, həm müəllim kimi, həm də idarə etmədə olduğum bir şəxs kimi Şükür müəllimin, Şükür əmimin təcrübələrindən yaradaraq kiçik bir xahişiyə kənarasım 2022-ci ildə Facebook səhifəsində rektorları işə qəbul müsabiqəsini görüb mən Şükür müəllimi yığdım, dedim Şükür əmi, mən bu qeydiyyata qatılmaq istəyirəm. O böyük səbir və təmkinlə, qısa bir cümlə ilə mənə qeydiyyatdan keç, sən bunu qazanacaqsan dedi və mənə güvən eyni zamanda məsuliyyət yaratdı məndə və çox şükür ki, onun güvəni boşa vermədi və bundan sonra da onun mənə göstərdiyi etimadı doğrulacağına, eyni zamanda onun hər zaman mənə olan dəstəyindən istifadə edirəm və ona bu istiqamətdə, yəni buna görə çox təşəkkür edirəm. Düzdür, bu günləri mənim üçün burada danışmaq çox çətindir, çox həyəcanlıyam. Çox sağ olun, Şükür müəllim. Çox sağ olun. Salam, hər birinizi salamlayıram. Hörmətli Şükür müəllim, siz bizim üçün bir müəllim yox, həyat yolcusu. Yol göstərən, ruhlandıran, motivasiyamızsınız siz. Sizin toxunduğunuz qəlblər, yetişdirdiyiniz insanlar həmişə zirvələrdə olur. İndi isə siz biz gəncləri yetişdirirsiniz. Mən də biraz böyük danışacağım. Daimi zirvələrdə olmaq ümidi ilə mən də sizinlə zirvələrdə çiyin olmaq istəyirəm. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli Şükür müəllim, hörmətli tələbələr. Şöyle bir dəqiqə, bax, müsahibədə döyülür. Müsahibədə döyülür. Əslində mən Şükür müəllimlə eyni vaxtda fəaliyyət göstərmişəm də, amma mən düşünürəm ki, Şükür müəllimi son təqdim etdiyi direktorlardan biriyəm. Çünki mən müsahibədə Şükür müəllim özü iştirak etmişdi. Eynən həmin vəziyyət Şükür müəllim. Mən müsahibə edilməmişdən əvvəl biz koridorda oturmuşduq, biz əsrimizdə, biz o şəkildə əsrəm. Əslində orada heyecanlanma səbəbi ilə sizin müsahibədə iştirak etməyiniz idi. Sizin qarşınızda çıxış etmək həqiqətən də çox çətindir. Mən sizə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm və mən düşünürəm ki, uğura gedən yolda siz mənimsiz işıq olursunuz. Fəaliyyətində də ümumiyyətlə düşünürəm, bütün gənclərin fəaliyyətində sizin qoyduğunuz əmək böyükdür. Qoyduğunuz iz böyükdür. Sizə can sağlığı, uzun ömür arzulayıram. Hacıqabul təhsil sahəsində gördüyünüz fədakarlığa görə, gördüyünüz işlərə görə sizə dərin təşəkkürümü bildirirəm. Bu təqdimata dəvət edən hər bir iştirakçılarına da minnətdarlığımı bildirirəm ki, bizi sayıb bu təqdimata dəvət edirsiniz. Çox sağ olun. Çox sağ olun. Estafet sizindir. Sağ olun. Bahadır tez gəl, qızım dartma. Bahadır gəl. Tez gəl, bax sonra qızlar incəyəcəklər səndən. Gəl sağ. Hörmətli Şükür müəllim, hörmətli tələbələr, bugünkü Şükür müəllim həzr olmuşlarım, təqdimat məclisində iştirak etməyə məni çox sevindiricidir. Hacıqabul təhsil ənənələrinin formalaşmasında, təhsil ənənələrinin inkişafında Şükür müəllimin rolu qanunmazdır. Narahat olun, sakitləş. Bugünkü təqdimatına doğrulaşdığımız kitabın təhsil şükürlərinə aid deyil, həm də Hacıqabul təhsilinin bir vasitəsinə aid olduğunu düşünürəm. Bu mənim çox sevindirici haldır ki, bu təhsil ənənəsinin, bu estafetin kiçik iştirakçısı yardım edən. Buna görə bu kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Hacıqabul təhsilinin inkişafına verdik, körpələrə görə Şükür müəllimə, məşədə yaratdığına görə Şükür müəllimə dərin təşəkkürümü bildirirəm. Sağ ol, Bahadır.
üzrə mühasib və baş mühasib vəzifəsində çalışmış. Hal-hazırda qoca bir Avropada yaşayan, Azərbaycan Respublikasının Sloveniya Respublikasındakı diasporasının vitse-prezidenti, Sloveniyadakı Azərbaycan Türk Mədəniyyəti Asosiasiyasının müavini, Dünya Azərbaycanlı Qadınlar İqtisadi Sloveniya üzrə təmsilçisi Jale Qurbanovanın videosal vasitəsilə çıxışını dinləyək. Mən Jale Qurbanova, Azərbaycan Respublikasının Sloveniya Respublikasındakı diasporasının vitse-prezidenti, Sloveniya Respublikasında fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyət Asosiasiyasının müavini və eyni zamanda Dünya Azərbaycanlı Qadınları İqtisadi Birliyinin Sloveniya üzrə təmsilçisi olaraq sizi Tarix Avropadan, Sloveniyadan salamlayıram. Bugün biz bir ömrün yaddaşları həkk olmuş izlərini, bir insanın toxunduğu həyatları səssiz, lakin bir dərin təşəkkürlük hissi ilə buradayıq. Şükür müəllimin ömür yolunun sözlərə çevrilmiş şəklidir bu kitab. Kağız üzərində cızılan hər bir cümlə əslində onun yaşamının, düşüncələrinin, verdiyi dərslərin ən əsası insanlara verdiyi dəyərin bir əksidir. Amma etiraf edim ki, bəzən sözlər yetmir. Şükür müəllimin varlığı öz bir sözdən də böyükdür. Onun həyatına toxunan hər kəs üçün o müəllim bir müəllimdən artıqdır. O yol göstərən, ruhu isidən, düşüncələri oyadan, qəlbi səssizcə tərbiyə edən bir nur mənbəyidir. Bugün mən bəlkə də uzaqlardan gələn bir səs kimi danışıram. Lakin inanın ki, insan uzaqlarda olanda, uzaqdan baxanda bəzi şeylər daha aydın görür, bəzi dəyərləri daha dərindən anlayır. Şükür müəllimin öyrətdikləri, söylədikləri, bizi ötürdüyü səssiz hikmətlər zamanla daha da böyüyür, məsafədən asılı olmayaraq içimizdə yaşayır. İllər keçir, yollar dəyişir, həyat bizi bəzən müxtəlif istiqamətlərə aparır. Amma bir şey dəyişmir, qəlbimizdə daşıdığımız dərin minnətdarlıq hissi. Bu elə bir hissdir ki, onu heç bir maddiyyatla ölçmək, heç bir hədiyyə ilə əvəz etmək olmur. Bu ruhun yaddaşına həkk olmuş bir təşəkkürdür. İnsan həyatında elə insanlar var ki, onların sənə verdiyi bir fikir, bir dəstək, bəzən də sadəcə səni dinləmələri belə illər içində yaşayır. Səni dəyişir, sənə yol göstərir. Şükür müəllim bu cür insanlardandır. Bəzən bir sözlə, bəzən bir baxışla, bəzən də sadəcə varlığı ilə insanın yoluna işıq salmaq, bu hər insana nəsib olmur. Bu ruhun böyük olması, qəlbin genişliyi, təvazökarlıq, lakin güclü varlığı təbliğ edir. Şükür müəllim bunu bacaran nadir insanlardandır. Onun varlığı ilə isitdiyi qəlblər, verdiyi ümid, etdiyi səssiz dəstək bu gün hər kəsin yaşantısında bir iz qoyub. Bu gün bu kitab sadəcə bir nəşr deyil. Bu gün bu kitab hər birimizin qəlbində daşıdığı minnətdarlığın, heyranlığın, ehtiramın kağıza köçürülmüş formasıdır və mən bu təqdimatda iştirak etdiyim üçün qürur duyuram. Əziz Şükür müəllim, uzaqlarda da olsam, qəlbim sizlərlədir. Var olun, təşəkkür edirəm. Bu məqamda Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı Aynı Qızayevin Hacıqabul Mənələr kitabında Şükür müəllim haqqında yazılarını xatırlamaq yerinə düşər. Öz gələcəyimizi etibar etdiyimiz müəllimlərə rəhbərlik etmək missiyasının Şükür müəllim kimi bir ziyalıya həvalə edilməsi təqdirə layiqdir. Şükür müəllim həm də natiqlik məharətinə malik olan bir ziyalıdır. Onu dinləyən qarşı tərəf heç zaman yorulmur. Onun maraqlı və məzmunlu çıxışını, danışığını sona dək dinləməkdən zövq alır. Şükür Məhmədov bir çox müsbət xüsusiyyətləri ilə Hacıqabul rayonunda ictimaiyyət arasında hörmət və nüfuz qazanır. İndi isə gəlin sözü hörmətli Şükür müəllimə verək. Buyurun. Hörmətli həmkarlar, əziz qonaqlar, əziz səhvsizliklər. Mən çıxış yox, sadəcə təşəkkürlər edəcəm. Çünki yetərincə hamı hər şey danışır. Mən ilk növbədə həm 70 illik jubileyimin keçirilməsinə şərait yaradan,
sizlərin əksəriyyəti üzrən uzaqda bizlə birlikdə iştirak edən, bu gündə bu kitabın təqdimatına şərait yaradan, razılıq verən, özünün birinci müavini bu tədbirə görülən Hacıqabul rayon icra hakimiyyətinin başçısı, hörmətli Sevindik Xətəbova dərin təşəkkür edirəm. Bir müəllimə, bir ziyalıya dəyər vermək çox dəyərli, qiymətli və təqdirə layiq olan bir adamdır. Yəqin ki, bayağı təqdim olunan bir çıxışlarda da müxtəlif formada adını çəkən oldu, amma Tövlüdə Hacıqabul rayon icra hakimiyyətini çəkərək öz uzaqdan, Bakıdan, ölkədən kənardan Hacıqabul rayonunda bax, bu tədbirlərin hər ikisinə insan kimi, ziyalı kimi dəyər verən sözlərimiz eşitdik. Ona görə də mən burada həm Salih müəllimdən, Quraman müəllimdən iştirak etməyindən istifadə edib, xahiş edirəm, həm mənim, həm də burada səslənən dərin təşəkkür minnətdarlıq hisslərini Sevindik müəllim çatdırasın. Çünki bu dəyəri heç bir maddi və mənəvi neymətlə ölçülən bir qiymət deyil. Bu çox yüksəkdir. Bu Allah yanında dəyərləndirən bir növbəti təşəkkürüm bu tədbirin təşkilatçısı kimi, təşəkkürkar kimi çıxış edən Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmail İbrahimovdur. Bugün o tədbirin aliyə vəziyyət gətirilməsində dəstək göstərən həm Hacıqabul rayon üzrə təhsil sektoruna, həm Hacıqabul rayon əməkli icra hakimiyyətinin əməkdaşlarına dərin təşəkkür edirəm. Təbii ki, təşəkkürlərimin ən böyüyü bugün bax burada, bu isti havada, bayaqdan çətinliklə işıq söndü, çünki müəyyən rəqamlarda işığın gücü çəkmədi bu kondisionerlərin işləməsinə, bu istiliyə, bu çətinliyə dözərək, müəyyən vazif işlərini təxirə salaraq, bu tədbirə gələn təhsil işləridir. Və bu təhsil işlərinin başında isə mənlə illər sınarcılara işləmiş, bugün bu tədbirdə iştirak edən 4 rayon təhsil şöbəsinin mənlə bərabər işləmiş, bugün təqaüdə olan müdürləridir. Onların ikisinin müəyyən vazif işləri olub getdi. Amma mən çox böyük hörmətlə yanaşdım Seydağa müəllim, Qozada Sağməli, onların hamısında və Qaderi müəllim. Təbii ki, bu günləri hamı əlində bu kitabı tutub tanışır. Bu kitabın təbii ki, hamı düşünür, necə olur bu kitab ortalığa çıxır. Bu kitabın yazılmasıyla bağlı ideyanın müəllifi, bu kitabın yazılmasıyla bağlı bütün əziyyətləri çiğnə götürən biraz əvvəl təbrikçi deyilədiniz, hamı təbrikçi deyilədiniz, Hacıqabul rayonunda təhsilin əsasını qoyanlardan biri olan Hacıqabul rayonunda bu təhsilin formalaşdırılmasına müstəsna xidməti olan Hacıqabul rayon təhsil şöbəsində Balaxanın müəllimənin dediyi kimi mehriban, səmimi, işlək bir kollektiv quran və bu Hacıqabul rayonunda təhsil müəssisələrində xüsusi bir təmənnasızlıq yolunu boyu gedən uzun müddət Hacıqabul təhsil şöbəsinə rəhbərlik eləmiş, estafeti məni ötürmüş, millət vəkili olmuş, bugün isə pedagojik elmi fəaliyyətini ali məktəblərdən birində davam etdirən, hörmətli, mənim dostum, qardaşım, hər birisi yanından tanıdığı Oqtay Səmədoğludur. Mən onun müqamilə almış istəyirəm. Oqtay müəllim təkcə təhsil şöbəsinin biri oldu. Oqtay müəllim həm də gözəl bir yoldaşım. Sədaqətli, etibarlı işlərə o öyrədir. Mən bu günlərdən müqamıma burada dostluqla bağlı, sədaqətlə bağlı, etibarla bağlı səslənən fikirlərin mayası Oqtay Səmədoğlu'dan gəlir. O qədər
təmiz, saf bir qəlbə malik olan insandır ki, onu təsvir eləmək çox çətindir. Amma illərimiz Allah qismət edib ki, biz onunla həyatın müxtəlif zamanlarında, müxtəlif situasiyalarda biz onunla yoldaşlıq edirik. Heç vaxt, heç bir baş verən hadisə bizi bir-birimizdən uzaqlaşdırmaq iqtidarında olub. Ona görə də bugün bax bu kitabın ideya müəllifi də oldu, bütün məni bir dənə işə yaxınlığa və bu günləri ən böyük təşəkkür Oqtay Səmədovadır. Və təbii ki, hamı burada müxtəlif arzuları səslənir. Arzuların səsləndirildiyi qəlbində düşünənlərə, o kitabda öz düşüncələrini bölüşənlərə və bölüşməyib ürəyində düşünənlərə də mən hər birinə təşəkkür edirəm. Hər birinizə ürəkdən təşəkkür edirəm. Çünki bu, belə deyək, mənə olan sevginin bir bağışının məsələdir. Amma mən də bu cəmiyyətin bir fərdiyəm. Cəmiyyətin bir fərdi o cəmiyyət tərəfindən hörmət, ehtiram varsa, o cəmiyyətdə xeyir də var, bərəkət də var, böyükçiliyi bilən də var və o cəmiyyətdə həmişə o belə deyək, xeyirxah işlərin adamı olacaq. Mən sizin hər birinizə təşəkkür edirəm. Hamınızı təşəkkür edirəm. Tədbirə mənlə beraber olduğunuza görə təşəkkür edirəm. Mənə bu iki tədbirin hər ikisində siz həyatında illər uzun istəyir, şagirdi görüldəsir, tələbəli görüldəsir, müəllimi görüldəsir, direktor işlərini görüldəsir, müdür müavin işlərini, müdür işlərini görüldəsir, təqafi olduğum görüldəsir, həyatında nə sınırlar olsa, onların hamısı sizin istədiyiniz mənim ürəyində rahatlaşdırır və mənə bir rahatlıq gətirir, sizi ətrafında görmək. Mən gəldikcə yoldaşlarım hər birine görüşürüm, inanın ki, görüşsək də, görüşməsək də. Bir-birimizlə danışmasaq da, Allah verən bir insanın qəlbində Allahla öz arasında olan bir rabitəsi var. Bir Allah'a bəllidir ki, mən illərlə işlədiyim, illərlə təmasda olduğum, istəyir iş yoldaşlarım olsun, istəyir həm şəhərlərim, həm rayonlarım olsun. Hər biriniz mənəsi dəyərli sürdərsiniz. Hər birinizə təşəkkür edirəm, sağ olun və burada sonluğu biz verək qalıq. Bir 4 nəfər gənc direktor dəvətləri var. Bugün bu sistemdə orta nəsil müayinələr iştirak edir, gənc nəsil müayinələr iştirak edir. Bu iki tədbirin keçirilməsi, mənim 70 yubileyimin keçirilməsi, bugün bu kitabın təqdimat mərasımında keçirilməsi, o gənclərin qəlbində bir ümid işıq yaradır. Onların illəsi olan ən böyük motivasiyadır. Və mən girizə çəkilmək istəyirəm. Əmin olun ki, tutduğunuz halal iş, düz iş, ədalətli iş, gördüyünüz hər bir xeyir əməl Allah yanında da dəyərlidir. Ağlıq üstündə olan bütün rəhbərlərin də yanında dəyərlidir. Mən İsmail müəllimə ayrıca bir təşəkkür etmək istəyirəm. İlədik sözünüzə görə. Yəni, bu mənim üçün bu iki tədbirin ən pik nöqtəsi oldu. İsmail, mən sənə təşəkkür edirəm. Azərbaycanın təhsil tarixində bu günə qədər bir çox təhsil nazirləri oldu. Amma Misir müəllim adla deyir. Siz bu, belə deyək, tədbirə, onun video görüntüylə boşluğunuza görə mən ayrıca təşəkkür edirəm. Və bu, bax, o gənclərə deyəməli, baxın, yəni, Misir müəllim də bugün təqaüddə deyil, yəni bir sahədə çalışır, mən də işləmirəm. Bugün mənim ondan bir asılım yox deyil, nə də mənim tərəfimə, nə xalasılar, nə qoyası öyrədimdən sonra. Amma görülən işlikdir, çəkilən əziyyət edir. Bax, bu günləri o, elə deyək, şükan arxasında oturan, mən təhsilin idarə etməsinin şükanı nəzərə tuturan, arxasında oturanlar bilsinlər ki, valla, billah, çəkdiyiniz zəhmət, düz əməliniz, düzüsünüz, heç vaxt dərəsi olmayacaq. Hər biriniz həm insanların yanında, həm də Allah yanında dəyərli olmağa arzulayıram. Çox sağ olun, çox sağ olun. Hörmətli tədbir iştirakçıları, bununla da Respublikanın əməkdar müəllifi,
Uzun illər Hacıqabul rayon təhsil şöbəsində rəhbərlik etmiş, Şükür Məhəmməd haqqında yazılmış, təhsil fədaisi kitabının təqdimatına həsr olunmuş tədbirimiz sona çatır. Sən çək sonra bilərsən. Çox sağ olun. Hadi icazə ver ona. Zəhmət olmaz. Sağ ol.